Elektrik cəryanı mövzusu izahlarından sizi tanış eləyəcəm. Verilmiş kondensatorun tutum müqavimətinin dəyişən cəryanın tezliyinin asılılığı. Biz bilirik ki, XC nəyə bərabərdir? 1 bölünsün omega C-yə və yaxud 1 bölünsün 2pi nü C-yə. Buradan görürük ki, XC nü ilə necə asılıdır? Tərs mütənasib asılıdır. Dəyişən gərginliyin amplitudunu sabit saxlayaraq tezliyini artırdıqda A1 və A2 ampermetrlərin göstərişi. Baxın, A1 ampermetri nəyi ölçür? Bu rezistor ölçür. Ona görə rezistorda aktiv müqavimət ölçür. Belə deyək, aktiv müqavimət ölçür və aktiv müqavimət tezlikdən asılı deyil. Ona görə də tezliyi artırıb azalsaq, onda heç bir dəyişiklik olmayacaq. Yəni I1 nə olacaq? Dəyişməyəcək. Dəyişməz. İndi baxaq. I2 nəyə bərabərdir? Burada bir dənə tutum var, onda yazacağıq. U bölünsün XC-yə. Deməli, o da olacaq U omega C və yaxud U vurulsun 2pi nü C-yə. İndi bizə deyir ki, tezliyi artırdıq. Tezliyi artırırıqsa I nü ilə düz asılı. Tezliyi artıranda onda mənim A2 ampermetrimin göstərişi də artmış olacaq. Yəni I1 dəyişməz, I2 isə artar. Baxaq 3-ə. Transformatorlar üçün uyğun mətləri Eyler-Venn diaqramda müəyyənləşdirin. Transformator iş prinsipinə əsaslandı, elektromagnetik induksiya hadisəsinə. Baxın, əgər K 1-dən böyükdürsə, bu olacaq deməli bu olacaq, deməli, alçaldıcı transformator. 1 getdi bura. K 1-dən kiçik olanda olur yüksəldici transformator. Gərginliyi artırır. Bax, K bərabərdir. U1 bölünsün U2-yə. Deməli, U1 U2-dən böyükdürsə, yəni giriş-çıxışdan böyükdürsə, bu olacaq yüksəldici transformator. 2 getdi bura. Deməli, hər iki araçda dəyişən cəryanın tezliyi eyni qalır. Bu, hər ikisinə aiddir. Transformatorun xüsusiyyətidir də bu. Birinci sarğıçdakı dolaqların sayı ikincidən azdır. Deməli, N1 N2-dən azdır. Bu aiddir yüksəldici transformatora. Cəryan şiddətini artıran isə alçaldıcı transformatordur. 5-də getdi bura. Deməli, yüksəldici transformatorlarda K 1-dən kiçik olur və gərginliyi artırıb cəryan şiddətini azaldır. Alçaldıcı transformatorda isə K 1-dən böyük olur. Gərginliyi azaldıb cəryan şiddəti isə artırır. Bu da D variantında verilibdir. İndi baxaq 4-ə. Dəyişən cəryan dövrəsinə qoşulmuş müqaviməti 25 ohm olan naqildə ayrılan isti miqdarı zaman asılı qrafiki verilmişdir. Cəryan şiddətinin amplitud qiyməti məndən soruşur. Baxın, Q nəyə bərabərdir? Kvadratı RT-yə bölünsün 2-yə. Düzdürmü? İndi bax, buradan İn maksimum, deməli, amplitud qiymətini tapanda yazırıq 2Q bölünsün RT-yə. Verilənləri qoyaq yerinə. 2 vurulsun. Götürək bir nöqtəni, məsələn, 100-ü götürək. 100, zamanda 50. Deməli, 25 vurulsun 50. İxtisar getsə, burada qalacaq 2-yə, olur 25-də 4. Oradan da çıxır 5-də 4. Bu da bizə nəyi verir? Daha doğrusu 5-də 2 çıxır kökə altından, o da 0,4-ə bərabərdir. Cavab olur A variantı. Baxaq 5-ə. 5-də mən PDF-imdə düşməyibdir, oxuyuram. Deməli, elektrik xəttində gərginliyi 200 kV olduqda enerji itkisi 5% olur. Gərginliyi 200 kV-a qədər artdıqda enerji itkisi nə qədər olacaqdır? Baxın. U1 nə qədərdir? 100. U2 nəyə bərabərdir? 200. Düzdürmü? K da nəyə bərabərdir? U1 bölünsün U2-yə. I2 bölünsün I1-ə. Deməli, 100 bölünsün 200, o da mənə verəcək 2-də 1-i. Deməli, cəryan 2 dəfə azaldı. Onda Q nəyə bərabərdir? I kvadrat RT-yə. Əgər 2 dəfə azalıbsa, Q-nun kvadratı qədər, yəni 4 dəfə azalacaq. 5% isə 4 dəfə azalıb olacaq 1,25. Baxaq, 6-cı sualımıza. Deməli, deyir ki, cəryan mənbəyinə bir-birinə ardıcıl olaraq tutum və kondensator və sarğaç qoşulmuşdur daha doğrusu. İndi nə olacaq deyir, tezliyi 3 dəfə artıranda. D nü ilə tərs asıdır. Əgər nü 3 dəfə artırırıqsa, XC nə olacaq? 3 dəfə azalacaq. Ona görə bir düzgündür. Kondensatora tutum müqaviməti 3 dəfə azalacaq. Çünki tezlikdən tərs asıdır. Amma XL isə nü ilə düz asılıdır. Ona görə nü, yəni tezliyi mən 3 dəfə artıranda tutum müqavimətində, daha doğrusu induktiv müqavimətində 3 dəfə artmış olacaq. Dəyişən cəryan dövrəsində
Aktiv müqavimət. Aktiv müqavimət tezlikdən asılı deyil. Tezliyi nə qədər artıb azalsaq da onda dəyişiklik olmayacaq. Tutum müqavimətinə baxsaq, nü ilə tərs asılıdır. Yəni nü artanda azalır və yaxud əksinə. İndi görək burada nə deyir? Azalanda artır. B getdi bura. Kondensatorun tutumu artanda azalır. D də getdi bura. B ilə D getdi. İnduktiv müqavimət isə düz asılıdır. Yəni artanda artır, azalanda azalır. Ona görə C ilə Y də getdi bura. Yəni A, B, D, C, Y. İndi situasiya suallarına baxaq. Dəyişən cəryan dövrəsinə müqaviməti 40 ohm olan rezistor, induktiv müqaviməti 30 ohm olan sarğac şəkillər kimi qoşulmuşdur. Sxemi çəkək. Baxın, burada dəyişən cəryan mənbəyi var. Gəldi, burada bir dənə sarğac var. Açarımız var. Burada bir dənə rezistorumuz var. Ampermetrimiz var. Bu şəkildə biz dövrəni yazdıq. Hansı müqavimətdə istilik miqdarı ayrılır? Rezistor qoşulmuş dövrdə müqavimət ayrılacaq. Onda bizim istilik miqdarını tapanda I kvadratı RT. I-ni verib 2-dir, kvadratı 4. R-i verib 20 yox. R 40. T də nə qədərdir? 5 olmalıdır. Bu da bizə nəyi verəcək? Deməli 800. 800 jol istilik ayrılacaqdır. Tam müqaviməti məndən soruşur. Z nəyə bərabərdir? Burada ancaq rezistor var. Bir də deməli induktiv müqavimət var. Ona görə R kvadrat üstə gələk XL-in kvadratı şəklində yazacağam. Deməli R nə qədərdir? 40 kvadratı 1600. XL 30 kvadratı 900. 2500 kök altında. Buradan da nə qədər çıxacaq? 50 ohm çıxmış olacaq. Yəni mənim dövrəmin tam müqaviməti 50 ohm təşkil edir.